Venezuela ətrafında baş verənlər artıq bir ölkənin daxili böhranı çərçivəsindən çıxıb, Qərb yarımkürəsində yeni təhlükəsizlik balansının formalaşdığını göstərir. İndi dünyanı maraqlandıran suallar çoxdur. Məsələn, onlardan biri Venezuela ilə bağlı bundan sonraki mərhələdə hansı addımlar olacaq? Vaşinqtondan xüsusi müxbirimiz Nemət Tahiroğlu bizimlə birbaşa bağlantıdadır. Nemət, hazırda Birləşmiş Ştatlarda hansı qərarlar gözlənir və bu qərarlar Venezuelanın gələcəyini necə dəyişə bilirmi? Hər vaxtınız xeyir. BMT Təhlükəsizlik Şurasının Venezuela ilə bağlı keçirdiyi fövqəladə iclasının təfərrüatlarından başlamaq istəyirəm. Belə ki, Təhlükəsizlik Şurasının gündəmində bölgədə vəziyyətin sabitləşdirilməsi üçün beynəlxalq reaksiya var idi. İclasda iştirak edən ölkələr ABŞ-nin keçirdiyi əməliyyat və nəticələri ilə bağlı narahatlarını dilə gətiriblər. ABŞ-nin BMT-dəki səfiri Mike Waltz isə çıxış edərək Trump administrasiyasının Venezuelada həyata keçirdiyi əməliyyatı qanun çərçivəsində polis fəaliyyəti olaraq təqdim edibdir. O vurğulayıb ki, bu addım ABŞ xalqına qarşı narkotik və zorakılıq şəbəkələrinin təhlükəsizliyini aradan qaldırmaq məqsədi daşıyıbdır. Bununla belə bir sıra ölkələr, BMT-nin bəzi üzvləri bu müdaxiləni beynəlxalq hüquqa zidd saydıqlarını bildiriblər. Bu arada ABŞ Venezuelada səfirliyini yenidən açmaq üçün hazırlıq işləri görür və diplomatik varlığını bərpa etməyə hazırlaşır. Bu addım Vaşinqtonun Venezuelada siyasi təsirini artırmaq və qarşıdurma sonrası yeni mərhələyə keçirmək niyyətində əks etdirir. O da bildirilir ki, ABŞ tərəfi Maduronu ABŞ xalqına qarşı hücumlarda məsuliyyət daşımaqda ittiham edir və bunun nəticəsi olaraq onun məsuliyyətə cəlb edilməsi üçün səylərini davam etdirir. Bunun nəticəsi olaraq Maduro və onun həyat yoldaşı New York Federal Məhkəməsinə çıxarıldı. İttihamlar isə narkotik qaçaqçılığı, zorakılıq və digər ağır cinayətlərdir. Hər iki tərəf günahkar olmadığını deyiblər və Maduro özünü hələ də Venezuelanın legitim rəhbəri kimi tanıyıbdır. Maduro və onun həyat yoldaşı üçün növbəti məhkəmə isə martın 17-sində keçiriləcəkdir. Bu tarix artıq ABŞ məhkəməsi tərəfindən təsdiqlənib və tərəflər hazırlıqlarını davam etdirirlər. ABŞ-nin müdaxiləsi və Maduronun məhkəməsi beynəlxalq səviyyədə kəskin reaksiyaya səbəb olubdur. Rusiya və Çin də daxil olmaqla bir sıra dövlətlər BMT Təhlükəsizlik Şurasındakı iclasda Vaşinqtonun addımlarını tənqid ediblər. Gərginliyin bundan sonraki mərhələsinə gəlincə ekspertlər hesab edir ki, bu artıq təkcə Maduro məsələsi deyil. Venezuela üzərindən böyük güclərin açıq siyasi toqquşma xəritəsinə keçməsi deməkdir. Vaşinqtonun məqsədi təkcə bir lideri məsuliyyətə cəlb etmək deyil, Venezuelanı ABŞ təsiri dairəsində qaytarmaq, regionda yeni təhlükəsizlik və enerji arxitekturası qurmaqdır. Ekspertlər onu da qeyd edirlər ki, Rusiya və Çin Venezuelanı artıq sadəcə bir ölkə kimi yox, ABŞ-nin qlobal dominatlığına qarşı müqavimət platforması kimi görür. Bu səbəbdən qarşıdurma təkcə Karib hövzəsində yox, BMT platformasında, enerji bazalarında, hətta dollar valyuta sistemi üzərində də davam edəcəkdir. Vaşinqtondan çatdıracağım son məlumatlar bunlar idi. Təşəkkür edirik, Nemət.